Daxili İşlər Nazirliyi vətəndaşlara göstərdiyi elektron xidmətlərdə yeni mərhələyə keçid edir. Daxili İşlər Nazirliyi vətəndaşlara göstərdiyi elektron xidmətlərdə yeni mərhələyə keçid edir. Vətəndaş məmnunluğunun təmin edilməsi, göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədi ilə Daxili İşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri daim təkmilləşdirir. Gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkumluq haqqında araşın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb. Artıq e-polis mobil tətbiqində və e-xidmət.miya.gov.az portalında məhkumluq haqqında araşı elektron qaydada cəmi bir neçə saniyə ərzində əldə etmək mümkündür. Əvvəllər bu araşı almaq üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və araşın hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar bir müddət növbədə gözləməli və dövlət orqanına getməli olurdular. Beləliklə, indiyədək təqribən bir günə alınan araşın real vaxt rejimində və heç bir quruma yaxınlaşmadan alınması mümkündür. Yeni imkan sayəsində fiziki növbələr aradan qalxır, vaxt itkisi minimuma enir, xidmətin operativliyi və şəffaflığı artır. Eyni zamanda dövlət orqanları arasında məlumat mübadiləsi daha da sürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır. Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin real nümunələrini yaratmaqda, vətəndaş məmnunluğunu artıran faydalı yenilikləri tətbiq etməkdə davam edir. Hüsniyyə Salmanova, Bugün TV.